Salam aleykum. Buna görə qardaşlar, xanımlar, buna görə maşını gecə ilə almaq lazım deyil. Axşam gedib maşını almırlar. Maşını səhər-səhər gedirsən, normal bir dənə ustanın yanına aparırsan, ətraflı baxış keçirdirsən, alallaşırsan, çıxır gedir. Yəni ucuz qiyməti görüb allanmaq lazım deyil. Ucuz qiymətə satılan maşınların 90%-də ciddi problemlər olur. Bu maşının bazar dəyəri 17-18 mindir, Malibu'dur, 2017-ci il. 13 minə alıb bunu qardaş. 13 minə alıb, yəni satan da belə deyib ki, problemi yoxdur da, yəni get rahat sür. Hələ diaqnostikaya da aparıblar. Priboy olub maşında, deyib narahat olmaz, zaslonkan düzələcək. Nə zaslonka? Silindir yanıb, motor yığılmalıdır. Bir dənə silindirin təzyiqinə baxın. Qov bir dənə. Saxla. Saxla. O üçüncü idi, işləmirdi, bu da ikinci silindirdir. Əslində necə olmalıdır? Qoş, qov. Ha, saxla. Saxla. Əslində belə olmalıdır təzyiq. Amma 6-8 arası verir. Yəni silindir yanıb, 4-cü silindirdə o vəziyyətdədir. Hani gecə ilə maşın almaq lazım deyil, alanda da yoxlatdırmaq lazımdır. Ondan da sabahı düzgün başı çıxan usta yanına getmək lazımdır. Yəni priboy varsa o demək deyil, xırda şeydir. Bəzən elə olur ki, böyük şeydən olur. Ona görə də seçimi düzgün eləmək lazımdır ki, əziz müştərilər, aldanmayasınız. Allah işimizi avam eləsin, Allah hamıya arzusunda olan xeyirli bir maşın nəsib eləsin.